Yaşa görə əmək pensiyası alan bəzi vətəndaşlar pensiyalarının səhv hesablanmaq adı ilə kəsildiyini deyir. Onlardan biri 79 yaşlı Şəmkir sakini Tariyel Əliyevdir. Onun pensiyası iyun ayında 155 manat əski gəlib. Pensiyaçı bunun səbəbini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə yollanıb. Kompüterə vurdular, qaldı ki, bu hələ sənin 4800 manatda devlətə vurdunuz ora, bu niyə qədər olur? Və sizin pensiyanız o vaxtı düzgün hesablanmayıb, sizə 80%'den hesaplayıblar, dedim ben 80 öyle hesaplanmalıdır. Ben nətər? Dedilər, oradan deyirlər ki, 60'dan hesaplanmalıymış. Qurumdan Tariyel Əliyevə deyilib ki, borcun ödənilməsi üçün 2 il 8 ay müddətinə hər ay pensiyasına 150 manat tutulacaq. Pensiyaçı qərarla bağlı Dövlət Sosial Müdafiə Fondundan hələ də yazılı bildiriş almayıb. Qurumun mətbuat xidmətindən də cavab almaq mümkün olmayıb. Tariyel Əliyev pensiyasının bərpa edilməsi üçün ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edib. O deyir ki, ərizəsinə müsbət cavab verilməsə məhkəməyə müraciət edəcək. Toplum TV-nin mövzu ilə bağlı sosial media paylaşımına rəy yazan başqa pensiyaçılar da eyni arqumentlə pensiyalarının kəsildiyini bildiriblər. Sosial məsələlər üzrə hüquq müdafiəçisi Əhməd Rəhmanov deyir ki, pensiya səhv hesablanıbsa, bunun cəzasını vətəndaş çəkməməlidir. İlk növbədə Sosial Müdafiə Fondu həmin bu pulu verəni, yəni cəzalanması barədə informasiya verməlidir. Yəni informasiya olmalıdır ki, tutaq ki, filan strukturda yəni qanun pozuntuları aşkar olunur. Və bu qanun pozuntuları ilə bağlı, tutaq ki, məsələn, 300 nəfər şəxsin pulunun hesablanmasında yəni səhv olur. Bugünə qədər elə bir hesabat görməmişik. Əmək pensiyaları haqqında qanuna əsasən dövlət əmək pensiyasının yalnız son 3 ildə artıq ödənilmiş məbləğini pensiyadan tuta bilər. Tariyel Əliyevə isə pensiyasının 2007-ci ildən səhv hesablandığı deyilib. Vəkil Fariz Namazlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad edərək deyir ki, dövlət artıq ödənişə görə səhvin bütün yükünü vətəndaşın üzərinə qoya bilməz. Dövlət orqanları öz səhvlərini düzəltmək hüququna malikdirlər. Lakin bunu edərkən yaxşı idarəçilik prinsipinə əməl etməli, vaxtında və ardıcıl hərəkət etməli, ən əsası isə vətəndaşın üzərinə həddindən artıq maliyyə yükü qoymamalıdırlar. Avropa məhkəməsi belə işlərdə bir neçə mühüm meyara baxır. Artıq ödəniş neçə il davam edib, dövlət səhvi nə qədər gec aşkar edib, geri tələb olunan məbləğ şəxsin maddi vəziyyətinə necə təsir göstərir və s. Əgər bütün risk dövlət orqanının səhvi nəticəsində yaranıbsa, onun nəticələrinin tam şəkildə vətəndaşın üzərinə qoyulması mülkiyyət hüququnun pozuntusu hesab oluna bilər.